Siləyim bunu. Səhifə 146. Səhifə 146-da nömrə 101. B-1-in kubu plus 1. Uşaqlar, baxırsınız ki, bunun üstündə kub var, bunun üstündə kub yoxdur. 1-in kubu yazmaq olarmı? 1-in üstünə 3 yazmaq olarmı? 3 dənə biri bir-birinə vuranda yenə nə eləyir? 1 eləyir. 3 yazmaq olar da. 1-in üstünə istənilən ədədi yazmaq olar. Kublar cəminə gəldi də uşaqlar. A kubu üstə gələk B kubu. Nəyə bərabərdir uşaqlar? A üstə gəlinsin B. A-nın kvadratı çıx AB. Üstə gələk nə olur uşaqlar? B-nin kvadratı. B-nin kvadratı olur. A neçədir uşaqlar? A neçədir? B minus 1 deyilmi? B neçədir uşaqlar? 1-dir də. A neçədir uşaqlar? B minus 1-in nəyidir? Kvadratı. A neçədir uşaqlar? B minus 1. B neçədir? 1. Üstə gələk. B neçədir? 1-in nəyi olacaq? Kvadratı olacaqmı uşaqlar? 1. Uşaqlar, mənfi 1-də müsbət 1 islahı olur. Burada nə qalır? B qalır. Bunu açağın uşaqlar. Nə olur? B kvadratı çıx. B kvadratı çıx 2B plus 1 minus B plus 1. 1-ə vuranda çünki bunun özü eləyir axı uşaqlar. Elə. 1-in kvadratı neçə eləyir uşaqlar? 1 eləmirmi? 1. İndi uşaqlar, B kvadratı mənfi 2B mənfi B neçə elədi? Mənfi 3B elədimi? Mənfi. B kvadratı çıx 3B. Uşaqlar 1, 2, 3. Bu da neçə elədi uşaqlar? 3 eləmədimi? Oldu hansı variant? B variantı. Bu uşaqlar birinci yoludur. Bu birinci yoludur. 2 yolla da eləmək olar. İndi ikinci yolunu izah edeyim. Uşaqlar, ikinci yolu odur ki, B minus 1-in kubu plus 1-i bu kublara görə açın. A minus B-nin kubu nəyə bərabərdir? Birincinin kubu çıxdsa çıx olur 3AB. Çıxdsa 1 çıx 1 üstə gəl olur 3AB. Çıxsa 1 çıx 1 üstə gələk 1 çıx olur B kubu. Kvadrat bir dəfə bunun üstündə, bir dəfə də B-nin üstündə olur. İndi uşaqlar açağın. B-nin kubu çıx 3. A-nın yerinə nə durur? B-nin kvadratı vur 1. Üstə gələk. 3. A-nın yerinə nə durur? B. B-nin yerinə nə durur? 1-in kvadratı. Çıx 1-in nəyi? Kubu. B-nin yerinə də 1 durur. Uşaqlar, B kubu çıx 3B kvadratı. 1-in kubu plus 1'dir bu. 3B kvadratı plus 3B çıx 1 plus 1. Bunlar islah olur mu uşaqlar? Burada nə qaldı uşaqlar? 3B kvadratı plus 3B qaldı. Uşaqlar, hamısında B'lər var. Nə olacaq? Mötərizə xaricinə çıxardacağım ən kiçiyi. Burada nə qalır? 3B plus neçə qaldı? B kvadratı plus 3 qaldı. Oldu yenə hansı variant uşaqlar? B variant. Keçəyim nömrə neçəyə? 102-yə. Nömrə 102-də deyir ki, A kvadratı B plus 1 minus B kvadratı A plus 1 vuruqlara ayırın deyir. Uşaqlar, gəlin bunu bunun arasında nə var yazılmayıb? Vurma. Vurağın da A kvadratı B olur. Üstə gəlin A kvadratı olur. Çıx
AB kvadratı olur, çıx B kvadratı olur. A sağ ol. Uşaqlar, bunu bir qruplaşdıraq. Uşaqlar, bunu mötərizə alanda burada nə olacaq? Tərsini olurmu mötərizə alanda? Üstəgəl olur. Uşaqlar, A kvadratını mötərizə xaricinə çıxardaq. B plus 1 minus B kvadratını mötərizə xaricinə çıxardaq. A plus 1. Uşaqlar, bu da bizə heç nəyi vermir. Ona görə bunları belə qruplaşdıraq. A kvadratı B, A kvadratı, çıx B kvadratı A, çıx B kvadratı. Bununla bunu bir qruplaşdırdıq. Bizə heç nə vermədi. Gəlin bununla bunu bir qruplaşdıraq. Bununla bunu da bir qruplaşdıraq. Görək başımıza nə gəlir. A kvadratı B, çıx B kvadratı. Bununla bunu bir qruplaşdıraq. B kvadratı A. Üstə gələk A kvadratı çıx nə? B-nin kvadratı bərabərdir. Uşaqlar, AB-ni mötərizə xaricinə çıxardıram. Nə qalır burada? B çıxılsın A qaldı mı? Yox. A çıxılsın B qaldı mı uşaqlar? Hə? AB-ni mötərizə xaricinə çıxardım. Burada A qaldı. A-nın birini çıxartdım. Burada da B-nin birini çıxartdım. B qaldı. Üstə gələk. Uşaqlar, bu nədir? Bir dəfə üstə gələyik. Bir dəfə də nə idi uşaqlar? Çıxağı. Uşaqlar, indi burada A çıxılsın B var. Burada da A çıxılsın B var. Hər ikisindən birini mötərizə xaricinə çıxardıram. AB plus A plus nə qalır? B qalmırmı? A minus B, AB plus B plus A. Oldu hansı variant? Burası sadəcə olaraq yerini dəyişdik verir. İşarədə də biraz diqqətli olun. B variantı oldu. Keçək nömrə neçəyə? 103-ə. A kvadratı B minus 1 minus B kvadratı A minus 1. İfadəsini vuruqlara deyir ayırın. Bərabərdir. Uşaqlar yenə açırıq. Nə olur? Bunun arasında nə var yazılmayıb? Vurma. B minus A kvadratı minus AB-nin kvadratı plus nə olur uşaqlar? B olur. Bərabərdir. İndi uşaqlar, bununla bunu bir qruplaşdıraq. Bununla bunu isə bir qruplaşdıraq. A kvadratı B çıx nə olur? AB-nin kvadratı olur. Çıx A kvadratı, bu plus B kvadrat deyilmi? Mötərizəyə salanda nə olur? Aha. Uşaqlar, AB burada var, AB burada var. Mötərizə xaricinə çıxardım. Uşaqlar, A-nın birini çıxartdım, bir dənə qaldı. B-nin biri var idi, o da çıxmışdı. Heç nə qalmadı, çıxıb heç nə qalmayıb. Burada da B qaldı. Uşaqlar, bu da kvadratlar fərqi. Bir dəfə üstə gələyik. Bir dəfə nə edir? Çıxağıdır. Bərabərdir. Uşaqlar, A çıxılsın B burada var. A çıxılsın B burada var. A çıxılsın B-nin mötərizə xaricinə çıxardığında nə qalır? AB çıx. A çıx. Qabaqda çıx varsa, bu üstə gələk də nə olur? Çıx B olur. Hansı misaldır uşaqlar bu? Olur hansı variant? A variantı. Nömrə keçək neçəyə? 104-ə. Necə? Sabahlar dərs olacaq. Yox. Uşaqlar, sabahları baxacam vəziyyətə, bildirəcəm. Qrupa baxarsınız. Yaxşımı? Yox, müəllim olmasın. Qrupa baxarsınız. Yaxşı uşaqlar. 2A minus 1 4A-nın kvadratı plus 2A plus 1 plus 2A plus 1 4A kvadratı çıx 2A plus 1 ifadəsini deyir, sadələşdirin. Uşaqlar, bu nəyin açışıdır? Bir diqqətlə baxın. Bu nəyin açışıdır uşaqlar? Hə? Uşaqlar, birinci mötərizədə çıxma, ikinci mötərizədə hamısı üstə gəlməzsə,
Bu A kubu birincidəki kimi olur. Çıxmazsa çıxmanın. B'nin kubunun açılışı deyilmi? A'nın yerinə nə durur uşaqlar? A'nın yerinə nə durur? B. A. 2A. 2A durur. B'nin yerinə nə durur uşaqlar? 1 durur. Bir. Buradan bura kimi A kubu çıxılsın, B kubunun açışıdır. 2A'nın kubu çıx, B'nin yerinə də nə durur? 1 durmurmu? 1'in kubu. Üstə gələk. Uşaqlar, birinci mötərizədə üstə gəlmə, ikinci mötərizədə çıxmazsa, birinci mötərizədəki kimi bunun nəyidir uşaqlar? Kubudur. 2A'nın kubu plus 1'in nəyi? Kubu. Bərabərdir. Uşaqlar, 1'in kubu mənfi 1-in müsbət 1'in kubu islahı olur. Burada nə qaldı? 2'nin kubu nə eləyir? 8 eləmirmi? 2 üstü 3 nə deməkdir? 3 dənə 2'ni bir-birinə vurmaq deməkdir. 8A'nın kubu 3 həm buna aiddir, həm buna aiddir. Üstə gələk 8A'nın nəyi olur? Kubu. Nəyə bərabər olur uşaqlar? 16A kubuna bərabər olmurmu? Elə cavabımız varmı? Var. D variantında. Orada birinci yerdə 2AB hara getdi mən? Hanı? Tamam müəllim, Sağ ol. Hansını deyirsən? bağışlayın mənə gec qoşuldum. Hə, heç olmaz. Mən orada 4A kvadrat deyəsin, 2A deyəsin, 1 var ən yuxarıda misalın özündə. Orada bə 2A'nı niyə atmadıq ki biz? 2AB deyilmi burada? B'nin yerinə neçə durur? 1 durur da. Ona görə nə yazıblar? 2A yazıblar. Başa düşdünmü mən balam? Yoxsa bir də izah eləyim mi? Mən başa düşdüm. Aha, əla. Keçən indi uşaqlar. Nömrə neçəyə keçirik? 105-ə. 105. Nömrə 105-də bizə deyir ki, 3A çıxılsın B, 9A'nın kvadratı çıx 3AB, üstə gələk B'nin nəyidir? Kvadratıdır. Üstə gələk 3A plus B, 9A'nın kvadratı çıx 3AB, üstə gələk B'nin nəyidir? Kvadratıdır. Bərabərdir. Uşaqlar, buradan bura nəyin açışıdır? A kubu çıxılsın. A kubu ilə B kubu. A kubu ilə B kubu. Bəs A'nın kubu çıxılsın. B'nin kubu. uşaqlar, burada üstə gəlmə olmalıdır. Diqqət eləyirsiniz. Burada üstə gəlmə olmalıdır. Kitab səhv eləyibdir. Aha, indi 3A'nın kubu çıx nəyin açışıdır? A'nın yerinə nə durur? 3A, B'nin yerinə də 1. 3A'nın kubu çıx B'nin kubu. Yox, bunu bir mötərizədir. Sonra üstə gələk. Bu nəyin açışıdır uşaqlar? 3A'nın kubu, üstə gələk B'nin nəyi? Kubu. Bərabərdir. Uşaqlar, 3'ün kubu nə eləyir? 3 dənə 3'ü nə eləyəcəm? 3'ün üstündə 3 deməkdir də, say üstündə yazılır. 27 nə olur? A'nın kubu. Çıx B'nin nəyi olur? Kubu. Üstə gələk. 3A'nın nəyi olur? Kubu. Üstə gələk. B'nin nəyi olur? Kubu. Uşaqlar, bunlar islah olurmu? 27'dir bu. 54 A'nın kubu olurmu uşaqlar? Olur hansı variant? A variantı. Misyon. Nömrə keçək neçəyə? 106-ya. 106. X kvadratı çıx XY çıx 2Y-in nəyi? Kvadratı. İfadəsini vurğulara deyir ayırın. İndi baxırsınız diqqətlə ki, bunu kvadratlar kimi yazmaq olmaz axı. 2'nin kvadratı yoxdur axı.
Düz değilmi? Yazmaq olmaz bu Bəli. şəkildə. 2 nəyin kvadratıdır? Heç nəyin. Ona görə vuranda nə olsun? Vuranda nə olsun? Axırıncı olsun. Axırıncı nədir? 2. -2. Toplayanda nə olsun? Mənfi. Mənfi Bunun iki. əmsalı neçədir yazılmayıb? Neçə var qabağında yazılmayıb? 1. 1 var. İndi müəllim mən bilmirəm. Vuranda -2 olsun, toplayanda -1 olsun. Uşaqlar neçə vuraq, neçə 2 eləyir? Birinci ona Bir baxın. vurasın. 1 vurulsun 2. Uşaqlar toplayanda mənfini çoxun qabağına qoyacağam ki, toplayanda nə olsun? 2'nin qabağına qoyarıq. İndi bu nə olur uşaqlar? X minus 2y, x minus bir də nədir? Y-dir. Y. Başa düşdünüzmü? Bu düstur belədir. X minus x1, x minus x2. Yani bu diskriminantdır. Yox. Uşaqlar, başa düşdünüzmü bunu? Tamam. X minus neçə yazıram? 2y. X minus neçə yazıram? Bunlar y-dir də. Bunlar y-dir. Başa düşdünüzmü? İndi məsələn, bunun bir dənə də yolu var. Müəllim, ikinci yolu. Bura baxın. Görün hansını götürə bilirsiniz. Sizə elə eləyin. X kvadratı minus bunu 2y plus 2xy plus xy yaza bilərəm. Mənfi 2xy, xy, mənfi xy verirmi uşaqlar? Bəli. Çıxılsın nədir? 2y-in kvadratı deyilmi? Bərabərdir. İndi nə olur uşaqlar? Bununla bunu bir qruplaşdıraq. X-i mötərizə xaricinə verirəm. X çıxılsın 2y burada qalır. Bununla bunu bir qruplaşdıraq. Y-i mötərizə xaricinə verirəm. X çıxılsın 2y də burada olur. Uşaqlar, X çıxılsın 2y burada, X çıxılsın 2y burada. Mötərizə xaricinə verirəm. X plus nə qaldı uşaqlar? Y qaldı. Bəs yaxşı, burada nə idi? Niyə belə oldu? X plus y, X plus X minus 2y, X plus y D variantı oldu. Niyə belə oldu? Aha, ən yaxşısı yol bu yolla gedin. Nədəsə diqqət eləmirəm. Nömrə keçək neçəyə? 107-yə. X kvadratı çıx 15x y üstə gələk 14y-in nəyi kvadratı bərabərdir. Uşaqlar, vuranda nə olsun? 14 olsun. 4 ilə 1 olar. 14 ilə 1-i vuranda, bir də 7 ilə 2-ni vuranda. Nəyi 15 olsun. toplayanda 15 eləyir? 14 ilə Bunu 1. da əks işarə ilə götürün. Toplayanda əks işarəyə bərabərdir. Nə? 4 ilə 1. 14 ilə Mənfi 1-i. 14. Əks işarə ilə 15 eləyir. Toplayanda da əks işarə ilə götürülür. Düz deyilmi? Bəli. X minus x1. X minus nədir? X2 deyilmi? Bərabərdir. X minus 14y. X minus neçə? Y olurmu? Bəli. Vəssalam. Vəssalam. İndi gəlin o birisi qayda ilə eləyək. İkinci yolundan dəqiqləşdirək fikrimizi. Uşaqlar, x kvadratı minus 14xy minus xy yaza bilərəmmi? Mənfi 14xy ilə mənfi xy nə eləyir? Mənfi 15xy eləyir. 14y buna görə parçaladım da uşaqlar bərabərdir.
İndi bununla bunu bir qruplaşdıraq. X-i mötərizə xaricinə çıxaraq. X çıxılsın nə qalır? 14y qalırmı? Bunu da mötərizəyə alanda mənfi olur. Düz deyilmi? Y-i də mötərizə xaricinə çıxardıram. X minus 14y. Uşaqlar, x minus 14y burada var. X minus 14y burada var. Mötərizənin xaricinə çıxardanda nə qalır? X minus y qaldı mı? Elə bunu verdi da. İndi keçək nömrə neçəyə? 108-ə. Uşaqlar, nömrə 108-də bizə deyir ki, 6xy çıx 40y bərabərdir. 40 neçə vuraq neçədir? 1 40 vurulsun 1-dir. 20 vurulsun 2-dir. 9 vurulsun 5, 8 vurulsun 5-dir. Sonra neçə vurulsun neçədir? 4 vurulsun 10-dur. Uşaqlar, hansını toplayanda, çıxanda 6 eləyir? 4-dən 10 eləyərik. Müəllim, ona da elə müsbət yazarıq ki, bölgədən alsın. O deməli, bura mənfi 4 qoyanda, ondan 4 çıxanda nə eləyir? Onunla mənfi 4-ün cəmi nə eləyir? Birinci hasilinə baxın, uşaqlar. Hasilinə baxın. Bu 6 eləyir. Düz deyilmi? Uşaqlar, bu müsbətdir, bu mənfidir. Mənfi onu 4-ə vurun. Nə eləyir? Mənfi 40 eləyirmi? Mənfi onunla 4 mənfi 6 eləyirmi? Bu da eks işarə olmalıdır ortadakı. Müsbət 6. İndi uşaqlar, bu nədir? X plus 10y minusdursa, mənfi varsa nə olacaq? Müsbət olacaqmı? X minus nə olur? X minus 4y olur. O harda var o cavab? D variantında. Mən 4 yox, müəllim, orada Y qoyun da yanına. Y qoyun bunun yanına. Y-lər var axı. Yaxşımı? Y qoyun yanına həmişə. Aha, nömrə neçəyə keçəyin? 109-a keçəyin. X üstü 4. Bu Sevincin sualı idi. 4y üstü neçədir? 4-dür. Bərabərdir. X kvadratının nəyidir? Kvadratı deyilmi? Üstə gələk. 2y kvadratının nəyidir? Kvadratı deyilmi? Hə? Sevinç, A kvadratı üstə gələk B kvadratı nəyə bərabərdir kvadratlar cəmi? A minus B kvadratı plus 2AB. Plus 2AB. Sevinç yaz yine. X kvadratı çıx 2 A'dır. Adı da bu. Bu da nədir Sevinç? B'dir. 2y kvadratının nəyi? Kvadratı plus 2 vurulsun x kvadratı vurulsun 2y kvadratı. Müəllimə, A'nın kvadratı plus B'nin kvadratı misaldır bu. Hə. A kvadratı üstə gələk B kvadratı necədir Rəsul? İstəyirsən minusundan yaz, A istəyirsən kvadrat plusundan. plus B kvadrat elə bir ki, müəllimə, mötərizdə yazırıq A çıx B, mötərizəni bağlayırıq kvadratı. Bəli. Aha, burada üstə gələksə burada nə olur? Çıx olur. İndi Sevinç də çıxağınla dedi də. 2 dənə düsturu yox idi mi? Bəli, müəllimə. Orada Aha. mən fərqi elə plus da yaza bilərik. Aha. Sonra kvadrat A'nın yerinə nə Plus- durur Rəsul? A'nın yerinə x kvadrat. B'nin yerinə nə durur Rəsul? İçində nə var? 2y kvadrat. Aha, pisiyo. A'nın qiymətini yerinə qoydum, B'nin qiymətini yerinə qoydum. 2 misli də budur. Pisiyo. Bərabərdir. Bərabərdir. İndi Rəsul. Bu nə eləyir? X kvadratı çıx 2y-in kvadratının nəyidir? Kvadratı. 2-ni 2-yə vur Rəsul. Ədəd-ədədə vurulur. Nə olur uşaqlar? 4 X kvadratı y. Bu da kvadratlar nəyidir? Kvadratlar nəyidir? Fərqidir. İndi bura baxın. Fərqi. 4-ü necə yazacağam? 2xy-in kvadratı yaza bilərəmmi?
Baxın, 2x y-in kvadratı nəyə bərabərdir uşaqlar? 2 buna aiddir. 2-nin kvadratı 4, 2 buna aiddir. X-in kvadratı 2 buna aiddir. Y-in nəyi? Kvadratı. Kvadrat. Oldu mu uşaqlar? Bəli. İndi buna bir dənə A kimi, buna bir dənə B kimi baxsaq, A kvadratı çıx B kvadratı nəyə bərabərdir uşaqlar? A plus B, A A plus çıxılsın kvadrat B-yə. 2AB. A-nın yerinə nə durur? X-in kvadratı çıx 2y-in kvadratı. B-nin yerinə nə durur? 2xy. A-nın yerinə nə durur? X kvadratı çıx 2y kvadratı çıx 2xy. Всё. Hansı olur? Baxın görək hansı olur. 2y kvadratı C variantı olur da. Ha? A variantı olmur. Biz mənfi x yazdık da. Uşaqlar, orada 3xy yazıb və 3xy deyil, A variantıdır. Prosta burada 3 yazıb. 3-ü hardan alıb? 2-dir. Всё. 2 olmalıdır. Hə. Vəssalam. Yəni linki təzədən Aa, atım, kaydı dayandırım. Linki təzədən at.